Hı hı. Hə, deyə ardıcılığı. Birinci müəllim, Allah verdili gəlir. Elay buyur, birinci sualı izah elə. Yəni birinci sualda yerdə astronotda 8 Newton ağırlıq qüvvəsi təsir göstərir. Göstərirsə, ayda onun nə qədər ağırlıq qüvvəsi təsir edər? Mən yerdə 10 Newton kiloqram göstərdiyi üçün 800-ü 10-a böləcəyik, eləyəcək o da 80. Üstədə deyil, F bərabərdir nədir? M vurulsun C. Burada F-i verib 800, C-ni də verib. M-i tapmaq üçün F-i neçəyə böləcəksən? C-yə, bu da olacaq neçə? Bəli, 800-ü 10-a böləcəksən, necək 80 kiloqram. Aha. Sonra nə edəcək? 80-dir, mən 1,6-ya vuracaq, o da eləyəcək 128. Yəni ayda ağırlıq qüvvəsi nə olacaq? M vurulsun C, bəli, 80-i də vuranda neçəyə? 1,6-ya, bu da neçə eləyəcək? Ya ay olur, ya yer kürəsi. Necə? F ay da ola bilər, yer kürəsi də. Bəli, hər ikisinin özünə görə ağırlıq qüvvəsi. 128. Mənim 128 eləyirdi o zaman. 128. Növbədə kimdir? Fidan Səmədzadə. Buyur Fidan. Aşağıda 52 aşağıdakılardan hansı elektrik enerjisinin kinetik enerjiyə çevirir? Müəllim, burada C variantı motor olacaq. Kitabımızda da hətta verilmişdi. Bəli, çünki bu hərəkət, sürət yaradar da. Yəni kinetik enerji sürətdə olan cismin enerjisidir. Biz də bilirik ki, məsəl üçün maşının motoru və yaxud da digər motosikletin motoru, hər nəyinsə bir motor çalışarsa nə yaradır? Sürət yaradır. Yəni o da sürət, hərəkətdə olan cismin kinetik enerjisinə kinetik enerjisi deyir, düzdür. Bəs lampa nə enerjisinə çevrilir? İstilik müəllimə. İşıq enerjisi. İstilik və uşaqlar, həm istilik, həm də işıq. Həm istilik enerjisinə, həm də işıq enerjisinə, hər ikisinə çevirir. Zəng səs enerjisinə, elə bir ki, belə deyək də, havada yayılır. Belə deyək. Yaxşı, növbədə kimdir? Həsən Rızayev. Həsən Rızayev, buyur. Qurlardan dam örtüşlərinin heykəltaraşlıq və dekorativ sənət nümunələrinin hazırlanmasında istifadə olunur. A. Metamorfik, B. Çəkmə, C. Maqmatik, D. Çəkmə və maqmatik. Mən burada cavab A-dır. Bəli, metamorfik olur. Obsidian daşıdır. Mərmər. Partlaşma olur. Bəli, metamorfik suxurlardan. Sonra növbədə kimdir? Şəkkəldiyev. Buyur. Şəkkəldiyev. Birbaşa havadan çökən yağıntı və yağıntılar hansılardır? Qrov, qar, yağış, şişə. Mənim qarla yağış buluddan çökür, o biriləri havadan çökür. Bəli, qarla yağış neynir? Buluddan çökür, amma qrovla şişə hardan köçür? Havadan çökür. O da eləyəcəyinə 1-lə 4. Kamal gəlir sonra. Kamal. Kamal buyur. Deməli, aşağıdakılardan hansı doğrudur? Qum daş qarışığını ələklə ayırmaq olar. Bəli, qum töküləcək, daş ələyin üstündə qalacaq deşiklərdə. Və ondan sonra hava saf maddədir. Hava xeyr, havada təkcə oksigen deyil, müxtəlif karbon, müxtəlif qazlar var. Bütün bərk maddələr müxtəlif qazların qarışığıdır, bəli. Bütün bərk maddələr maqnit tərəfindən cəzb olunur. Bu da düz deyil, çünki yalnız metal olan maddələr maqnit tərəfindən cəzb olunur. Su və şəkər qarışımı hissəciklər gözlə görünmür. Bəli, müəllim, çünki şəkər suda həll olan maddədir. Ona görə cavabımız 1-4 olur. Tamam. Bəs yaxşı, hansı həddə qədər gözlə görünmür? Doymur, əgər məhv qoyduqdan sonra neyniyəcək? Görün. Doymamış məhluldursa, o tez həll olacaq və gözlə görünməyəcək. Əgər xeyr, mənim doymuş məhluldursa, yəni soyuq məhluldursa, orta o gözlə görünə bilər. Bəli, düzdür. Lalə Tamamı Talıbova. Necə? Lalə Talıbova gəlir. Lalə Talıbova, Lalə.
Lalə buyur, 56-cı sual. Bəli. 56-cı sual oxu, izah elə. Aşağıdakılardan hansı yalnız canlı hüceyrənin daxilində yaşaya və çoxala bilir? A bəndi vərəm, B bəndi vəba, C bəndi bruselyoz, D bəndi zökəm. Canlı Burada hansı hüceyrələrin olacaq? daxilində. A bəndi. Yox. Niyə A bəndi yox deyək? Çünki yalnız canlı hüceyrənin içərisində nə çox ola bilər? Virus. İndi vəbadır, vərəmdir, bruselyoozdur, bakteriyal xəstəlikdir. Amma zökəm virus xəstəliyidir. Ona görə də zökəm yalnız canlı hüceyrənin içinə daxil olduqda çox ola bilər. Aydındır? Növbədə kim gəlir uşaqlar? Əhmədzadə var. Murad Qasımovdur. Murad buyur, 61 izah elə. Akciğerlərdə oksigenlə zənginləşmiş qan ilk olaraq ürəyin hansı kamerasına, hissəsinə daxil olur? Gəlin təhlil eləyək. Sağ qulaqcıq xeyr. Sağ qulaqcıq orqanlarda gələn karbon qazı ora tökülür. Yəni A variantı səhvdir. Sağ mədəcik. Sağ mədəcikdə, yəni sağ qulaqcıqda olan yəni karbon qazını tali qapaqlar vasitəsilə sağ mədəcik götürülür. Yəni bu da səhvdir. Yəni bu variantı götürmürük. B getdi. C sol qulaqcıq. Bu doğru cavabdır. Çünki akciğerləri zənginləşmiş qan gəlir sol qulaqcığa tökülür. Oradan da tali qapaqla sol mədəcikə və aypara qapağı ilə ən böyük aorta, oradan da orqanlar. Cavab C variantı. Yaxşı. Mən bunları Əhmədzadə. İzah eləyəcəm indi. Mənəm. Buyur Mehdi. Əhmədzadədir. Deyirəm. Delfin çıxardığı səsin əks sədasını 0,1 saniyə sonra eşidir. Bu məlumata əsasən hansı nəticə gəlməsi olar? Mən 0,1 saniyə gedib gəlmədi, yəni 12-yə bölünür. Yəni 0,5 saniyə gedib getməsidir. Yəni sürət nə qədərdir? Suda nə qədərdir? 1500 metr saniyə. 1500 metr bölünsün saniyədir, bəli. Onda Saniyə. məsafə nə qədər eləyəcək? Mən 1500-ü vururuq 0,5-ə, mən eləyir 75 metr. Yəni S Məsafə. bərabərdir. V vurulsun. T düsturundan istifadə T. edirik. Orada da V nə qədərdir? 1500. 1500-ü neçəyə vururuq? 5'i 0,5'ə. vururuq 15'ə də belə deyək də. Qısacası 5'i Bəli. vururuq 15. O da neçə eləyir? 70. 75. S bərabərdir 75 metr. Yəni delfinə 75 metr məsafədə bir qaya var, C var yəni. Tamamilə doğru izah edir. Mədinə gəlir. Yaxşı. Aha, sonra kim? Mədinə. Mədinə buyur. Bəli, burada deyir ki, pomidor bitkisi bakteriyal xəstəliyi. Bəli, burada deyir ki, sütür xərçəci. Bu səhvdir. Sütür xərçəci bitkilərin fotosintez etməsinin qarşısını alır və də onun meyvələrində üzərində olur. Fraziyo, bəli, bu da səhvdir. Qara ləkəlik, bəli, biz demişdik ki, burada qara ləkəlikdir mənim fikrimcə. Qara ləkə qızılgüllərdə olur. Qara ləkəlik isə olmuş olur müəllimə pomidor bitkisində. Onda hansı variant olur? D variantı. D variantı, bəli. Qara ləkəlik. Qara ləkə isə dediyi nədə olur? Qızılgül çollarında. Bəs yaxşı, bu Qızılgül. bakteriyaldır, yoxsa göbələkdir? Bəli, qara ləkəlik virusdur. Yox, qara ləkə qara- bakteriyaldır. Hə, qara Qara ləkə bakteriyadır. Bəs qızılgüldə olan qara ləkə göbələkdir, yoxsa bakteriyadır? Göbələkdir. Göbələk. Bəli, göbələkdir, düzdür. Növbədə kimdir? Nicar. Vena damarlarına aid olan fikirləri seçin. Qan və hüceyrələr arasında maddələr və qazlar mübadiləsini təmin edir. Bu kapillyar damarlardır, yəni bir getdi. Ondan sonra 2, qanı ürəkdən bədənin ayrı-ayrı hissələrinə daşıyır. Bu aortadır, yəni ən böyük arteriya. Bu getdi. Həm də qanı ürəkdən çıxaran damarlara arteriya deyilir də, vena demir. Deməli, 2 də səhvdir. İçərisində cismə bənzər qapaqlar olur. Təbii ki də götürürük 3'ü.
Bu, yəni venalara aiddir. Qalın və elastikdir ki, divarlara malik olan damarlardır. Bunlar təbii ki də arteriyalardır, ona görə götürmürük. Qanı bədəndən ürəyə gətirir, 5-i də götürürük. Yəni 3, 5, B variantı. Doğru. Raul Əmircanov. Raul buyur. Verilmiş qida zəncirinə əsasən doğru bəndi seçin. Qartal birinci konsumentdir, bu səhvdir. Siçanların çoxalması ilanların azalmasına səbəb olacaq, bu da səhvdir. İlanların sayı Onlardan neyniyər? Çoxalar. İlanların sayının azalması produsentin miqdarının azalmasına səbəb olacaq. Bax, ilanın sayı azalsa. Bax, ilanın sayı azalsa. Bu zaman siçanın miqdarı neyniyəcək? Çoxalacaq. Çoxalacaq. Cavab C. Hə. İlanın da, siçan da çoxalsa bitkilər neyniyəcək? Azalacaq. Azalacaq. Bitkidə nədir? Prosentin miqdarı azalacaq da. Siçan ikinci dərəcəli konsumentdir, yoxsa siçan birinci dərəcəli konsumentdir bu zəncir? Sara, yaxşı, doğrudur. Sonra növbədə kimdir? Rəfşanə Məmmədli. Rövşənə buyur, 62. Həcmi 400 santim kubu olan etil spiritin kütləsi 300 qramdır. Etil spiritin sıxlığını tapın. Mən burada ilk öncə 400-dən 320 çıxırıq. Yox, çıxmırıq. Bax, həcm V 400. Kütlə M nə qədərdir? 320 qram. R'nu necə hesablayırıq? R bərabərdir. M bölünsün V düsturu ilə. Düsturları bilmək lazım. Deməli, burada 320 bölünsün neçəyə? 400-ə. Yəni, 0,8. bəli, 0,8. Düsturları bilmək lazımdır. Növbədə kimdir? Sahil Nuriyev. Sahil buyur. Artıq dedim. Su molekulu nədən təşkil olunmuşdur? Mənim su molekulu 2 atom hidrogendən, 1 atom da oksigendən, o da mənim D variantından. Bəli, H2 odur. 2 atom hidrogen, 1 atom oksigenlə. Salih Salih Nəsibli. Nəsibli. Buyur. Aşağıdakılardan hansı saf maddədir? Oksigen, neft, təbii qaz, hava. Saf maddə A variantı oksigen. Bəli. Niyə görədir? Çünki o sadəcə oksigen, oksigen atomlarından ibarətdir də. Neftin də qarışığı var, təbii qazın da qarışığı var, havada qaz qarışıqlarından ibarətdir. Yaxşı, növbədə kimdir? Sübhan Həmmədli. Sübhan Həmmədli. Sübhan. Bəli, aşağıdakılardan hansında və ya hansılarında maddə daşınması baş verir? İstilik keçirmə, konveksiya, şüalanmada, bir də istilik keçirmədə və şüalanmada. Burada cavab olacaq A variantı. Yox. Konveksiyada olacaq. Maddə daşınması maye və qazlarda olur və molekulların yerinin dəyişməsi ilə baş verir də, belə deyək. İstilik keçirmədə molekullar bərk maddələrdə olur. Molekullar və yaxud da yerini dəbərmir. Şüalanmada da dəbərmir, amma konveksiyada olacaq molekulların yerini dəyişməsi. Yaxşı, növbədə Səlim gəlir. Səlim buyur. Burada neft fosil yanacaqdır. Məsələn, qədim heyvan qalıqlarından yaranır. Təbii qaz da yerdən çıxır da. Günəş isə bizim məsələn günəş panelləri ilə aldığımız bir yanacaq növüdür. Yəni günəş fosil deyil. Daş kömür də bitkilərdən alındığı üçün, yəni bu olur nə? Fosil yanacaq. Bəli. Növbədə başqa kimdir? Yusif Qədməliyev. Yusif Qədməliyev. 71-i oxu Yusif. Aşağıdakılardan hansı xəstəliklərin qarşı müdafiə kimi qoruyucudur? Mədə şirəsi, antidisim. Mədə şirəsinin iki dəfə var. Səhv düşüb də. Bizim monitoringimizə düşmüşdü bu sual.
Hansı olacaq? Yəni burada anticisim olmayacaq. Mənim burada burun tükləri. Yox, burun tükləri mexaniki burada olacaq mədə şirəsi. İndi A-da, C-də Kimyəvi qoruyucu. Tərkibində çünki xlorid turşusu var. Ülfət ələkbərli. Buyur. Ülfət ələkbərli. Yerin peyki A günəş, B ay, C ulduz, D günəş və ulduzlar. Burada cavab olacaq ay. Bu sadə sual idi. 68-də oxu. 68. Fəsillərdən asılı olaraq hava şəraitinin dəyişməsi hansı prosesi sürətləndirir? Diffuziya, aşınma, Arximed qüvvəsi, ağırlıq qüvvəsi. Burada cavab olacaq aşınma. Çünki aşınma, məsələn, yağış yağır, su donur, su əriyir və beləliklə süxurların aşınmasına səbəb olur. Bəli, həm də temperatur, fiziki aşınma var. Sonra nə var? Bioloji aşınma, bir də Bioloji fiziki, kimyəvi, sonra kimyəvi, bioloji. Fiziki aşınma hansıydı Ülfət? Fiziki aşınma Müəllim. Hadi. Müəllim, fiziki aşınma odur ki, hansısa bir maddənin temperatura görə dəyişməsi. Yəni temperatura Sadəcə temperaturun. Məsələn, Bəli, temperatur dəyişməsi ilə baş verən aşınmadır. Bəs kimyəvi aşınma nədir? Müəllim, mən deyim deyim. müəllim. Aşma. Deyim müəllimə. Deyim. Dəyişən şeydir. Müəllim, Yəni- mən deyə bilərəm. Deyə Aşınma bilərsən. Hə, kimyəvi aşınma məsələn müxtəlif yağışlar vasitəsilə kimyəvi reaksiya girərək süxurların parçalanmasıdır. Yəni, yağışların filan tərkibində olan maddələrin hesabına aşınmadır. Bəs bioloji aşınma nədir? Bioloji aşınma isə mənim canlıların təsiri ilə. vasitəsilə süxurların parçalanması. Yaxşı. Canlı orqanizm Növbədə kim gəlir? Uşaqlar növbədə. Şövkət Rızayeva. Şövkət Rızayeva. Şövkət 72-ni oxu. Aşağıdakı fikirlərdən hansı paralel və ardıcıl dövrələr haqqında düzgün fikir deyil? Evdə lampalar daha çox ardıcıl birləşdirilir. Bu müəllimə düzgündür. Paralel birləşdirilir. Lampalar adətən daha çox ardıcıl birləşdirilir. Onda evimizdə 10 dənə otaq var. Ardıcıl birləşdirsək, birini söndürəndə hamısı sönəcək. Bəli, müəllimə seçdim. Səhv odur. O birilərdə də paralel birləşmiş lampalar, ardıcıl birləşmiş lampalara nəzərən daha parlaq yanır. Müəllimə, bu doğrudur. Paralel birləşdirilmiş lampalar enerji mənbəyinə müstəqil qoşulur. Bəli, müəllimə. A-da yenə A var. Voltmetr gərginliyi ölçür. Bu da doğrudur. Səhv olan fikir A variantıdır. Yaxşı. İndi uşaqlar, sən sual verirəm indi. Bax, deyir ki, paralel birləşdirilmiş lampalar ardıcıl birləşdirilmiş lampalara nəzərən daha parlaq olur. Gəl düşünək bir paralel birləşdirilmiş lampa, bir də ardıcıl birləşdirilmiş lampa. Burada da 4 dənə lampa var, burada da 4 dənə lampa var. Bir dedik ki, paralel daha nə olmalıdır? Parlaq olmalıdır. Amma uşaqlar, 4 dənə eyni formalı lampa, biri paralel, 4'ü bu paralel birləşdirib, burada 4'ü ardıcıl. Amma bunların gürlükləri eynidir. Onda bunu necə izah eləyə bilərsən? Yəni, bunların gürlükləri eynidirsə, bunu necə izah eləyə bilərik? Ardıcıl birləşmələrin hərəsinə ayrı müəllimə batareya verilir. İndi elə hərəsinə ayrı batareya deməyək, bəli, elə əslində düz fikirləşdin, necə düşünməlisən? Yəni, onda paralel birləşən, deməli, ardıcıl birləşənlərin cərəyan mənbəyinin gücü çoxdur. Aydındır? Bunun gücü daha çoxdur. Elektrik cərəyanı bunun. Çünki batarikalar bilirsiniz də necə olur? Müxtəlif ölçülü batarikalar olur da, yəni. Volt çox olurlar. Gərginliyi fərqli var. Deməli, biri qoyanda ikisi saxlayır. Parlaqlığı eynidirsə, deməli, ardıcıl birləşdirilmiş lampaların cərəyan mənbəyinin voltu daha çoxdur. Aydındır? Biz bunu belə izah edirik. Mən belə də ola bilər müəllimə. Çox sağ olun. Mən məsəl
Ha, bir. Müəllim, əgər belə bir sual düşsə ki, məsələn, ardıcılla paralel birləşmələrin ikisinin də işıqları eyni yanır. Ondan nətər götürək? Onda götürək ki, ardıcıl birləşmənin elə bil çoxdur yoruluğu. Bax, əgər lampa Bateriyaların gərginliyi çoxdur. eyni ölçülü lampa qoyulubsa və lampanın ölçüsü də eynidirsə, lampanın sayı da eynidirsə, biri ardıcıl, biri paraleldirsə, bunların verdiyi işıqlanma da eynidirsə, deməli, bunların cərəyan mənbələrinin voltları fərqlidir. Paralel daha işıqlı olduğu üçün, ardıcıl da onun qədər işıqlandığı üçün, deməli, ardıcılın cərəyan mənbəyinin gücü daha çoxdur da, voltmetri daha çoxdur. Aydındır? Bəli, müəllim. Bəli, müəllimə çox Şəhriyar Cəlalbəyli. Şəhriyar Cəlalbəyli. Hər cüzül bir maddənin başqa maddə tərəfindən udulma qabiliyyəti müxtəlifliyinə əsaslanır. A. Süzmə xeyr müəllim. B. Buxarlandırma. C. Çökdürmə. D. Xromatografiya. Mənim cavabım D. Bəli, xromatografiya demişdik də, yəni maddə neyinirdi? Udurdu. Müxtəlif, yadınıza gəlir demişdik onu. Bəli, müəllimə demişdim. Mənim 6-cı sinifin dərsində də var. Yaxşı, 69 kim? Əl İskəndərli. Əlimizdə buyur. Əl-Mirzə İskəndərli. Əl-Mirzə İskəndərli. Mən deyirəm. Aşağıdakılardan hansı maddənin fiziki xassiyətinə aid deyil? A-da yanma, B-də sıxlıq, C-də ərimə temperaturu, D-də qaynama temperaturu. Mən bütün yanmalar kimyəvidir. Ona görə A cavab. Doğru. Sonra kimdir növbədə? Həsənli. Həsənli, Hüseyn Həsənli. Hüseyn Həsənli. Müəllim, hansı sual? 74. Aşağıdakilerden hansı diffüzya prosesi zayıftır? 1. Mayelərdə, 2. Qazlarda, C. Bərk maddələrdə, D. Maye və qazlarda. Mənim burada bərk maddələrdə olmalı. Bəli, çünki onların molekulları bir-birinə çox sıx yerləşir. Ona görə də onlarda maddələrin bir-birinə yayılması zəifdir. Növbədə kimdir? Mənim Hüseyin. Elay Allah dedi. Elay buyur. Müəllim Hüseyin demədi. Mən demədim. Müəllim. Müəllim 75. Aşağıdakı hansı səs aralığındakı bütün səslər insanlar eşidə bilməzlər. Müəllim D. Çünki insanlar 20 Hz, 20 min Hz eşidə bilər. İndi aralığında heç bir səsi eşidə bilməz deyir də. 15 min, 20 bini eşidəcək. 15 min, niyə bunu eşidəcək də? 15 min, 20 min arasında eşidəcək. 1500, 20 min arasında eşidəcək. Amma D variantıda da 20-yə qədərdir. 20-dən balacanı da eşitmirik. 20 mindən çoxu da eşitmirik. Aydındır, olacaq D variantı. 20 Hz-dən yuxarısı eşidəcək. Əvvəl D demişdim. Yaxşı, onda 70-i də oxu Hüseyin. Hansı müəllim? 70-i. Atmosferi çirkləndirən insan fəaliyyətini seçin. Məişət tullantılarının yandırılması 1. Sonra toz burulğanları, bu yox. Meşə yanğınları 3 götürürük. Avtomobillerin hərəkəti götürürük. Vulkan püskürməsi götürürük. Bir də səmaya götürürük. Yox. Mən bir dənə səhvlik var. Mən burada 4 olmalıdır. Vulkan püskürməsi nəticəsində də ola bilər də. Meşə yanğınları. Mən bu insan fəaliyyəti deyil. İnsan fəaliyyəti deyil mən vulkan püskürmələri. 1-4-6. Baxın uşaqlar, əslində bunların hamısı atmosferi çirkləndirir. Ancaq insanın məsəl üçün toz burulğanları təbiətin öz elədiyidir. Meşə yanğınları uşaqlar, biz gedib meşələri yandırmırıq ki, özləri alışıb yanırlar.
Yadınıza gəlir, bir ara hardaydı, Avstraliyadaydı, nə qədər canlılar, yəni Bəli, müəllimə. yanırdılar. Avstraliyada. Vulkan tüstümələri Queensland ərazisi Şərqi Viktoriyaya qədər 2019-cu ildə baş vermişdi. 2 kilometrin kvadrat ərazi idi. 16 ziyan vurdu da. Koreya dayanır. Yaxşı uşaqlar, sual oxutmadığımız şək qaldı. Xeyr, hamı oxudu. Xeyr, hamı cavab verdi. Mən hamı oxudu mən. Hamı oxudu müəllim, sualları cavablandırdı. Yaxşı. İndi mən qan dövranını bir də sizə izah edirəm. Qan dövranı dərsi bizdə hardaydı? Bir 5-ci sinifdə idi, bir də 6-cı sinifdə elə. Bəli, müəllim. Bəli. Bəli. 6-cı sinifin birinci hissəsində. 6-cı sinifin birinci hissəsində. Bir də 5-ci sinifdə idi. Bəli, 5-ci sinif birinci hissədir. Mənim deyəsən elə birinci, 5-ci sinif birinci hissə, birinci dərs. Link səhifəsinə baxıb deyirəm sizə. Necə? Səhifələrdə 5-ci sinif. Bədəndə qan necə hərəkət edir? Səhifə 34-dür müəllimə. 6-cı sinifdə. Səhifə 34. Bədəndə qan necə hərəkət edir? 34-dədir. Bir də 6-cı sinifdədir eləm. Bəli. Bəli, mənim 6-cı sinifdə səhifə 34. Bəs 5-ci sinifdə neçədədir? 5-ci Səhifə 34, 5-ci sinif. Beşinci sinifdə səhifə 34 tapdıq. Daha həzm sistemi, qan dövranı sistemi. 6-cı sinif birinci hissədən də var. Budur müəllim, budur. Budur Bir müəllim. buradadır, tək bura deyil, axı bura olmamalıdır axı. O ayrı-ayrı dərslər də var. O onurğa sütunudur, böyrəklər Bu necə daha, gedir. bu daha, hə, bu daha tapdım. Müəllimə, qan dövranı. Aha. Bir burada. Bəs 6-cı sinifdə hardadır səhifə? 6-cı sinifdə də səhifə 34. Bədəndə qan necə hərəkət edir? Birinci hissə, 6-cı sinif birinci hissə. Səhifə 30-dan başlayır. Ürək necə işləyir? Səhifə 30-dan ta ki neçə səhifələrə qədər. Ən baxım. Bax, tapdım. Ekran görünür deyiləmi? Bəli, müəllim, Bədənimizdə maddələr necə daşınır? Gəlin bunu deyək. Deməli, uşaqlar, elə bilin ki, maddələr necə daşınır? Qanımızı ürəyimiz hərəkətə gətirir və elə bil ki, ürək motor kimi qanı damarlara vurur. Damarlar qanı bədəndə elə bil ki, aparır ən ucqar yerlərinə qədər, bax, dövr etdirir. Oksigeni qida maddələrini çatdırır toxumalara. Lazımsız məhsulları, yəni ifrazat məhsullarını, karbon qazını toplayıb gətirir təkrar ürəyə. Və sonra isə o ifrazat orqanlarından keçirəndə ifrazat məhsullarından təmizlənir. İçərdən keçəndə karbon qazından təmizlənir, oksigeni alır. Deməli, yadımıza salaq, qida maddələri, bir də ifrazat məhsulları, bir də karbon qazı nə ilə daşınırdı? Plazma ilə daşınırdı. Amma oksigen nə ilə daşınırdı? Qırmızı qan hüceyrələrlə. Qırmızı qan hüceyrələrinin başqa adı nə idi? Qırmızı qan hüceyrələrinin başqa adı eritrositlərdir. Eritrositlər. Deməli. Deməli, uşaqlar, gəlin bu təcrübəyə baxaq. Yadınıza salaq bunu. Fikir versiniz, bu bizim nəyə də düşmüşdü? Bax, bu ürəyin quruluşunda deyir ki, bax, bu yapışqanlı şar, rezin şar. Yapışqanlı lentlə bura vurulub. İndi bu bura bağlandığı üçün biz bunu sıxdıqda qan bura görə geri qayıtmır, amma gəlir ağzı açıq olandan nə edir? Xaric olur. Deməli, çaylı qapaqlar və yaxud da ayrı para qapaqlar
qanın yalnız bir istiqamətdə axmasını neynir? Təmin etmiş olur. Bunu burada da verir. Deməli, fərqi yoxdur, istənilən qapaq. Çöpün uzuna bağladığımız şar qapaqcıq funksiyasını yerinə icra edir. Çünki qanı geri qayıtmasının qarşısına. Gəlin, indi uşaqlar, ürəyin quruluşuna baxaq. Bu ürəyin quruluşunda, bax, bura sol qulaqcıqdır. Bura nədir? Sol qulaqcıq. Bu isə, bax, bura sol mədəcikdir. Sol mədəcik. Bura sol sağ qulaqcıq. Bura isə sağ mədəcikdir. Ürək deməli 4 kameradan ibarətdir. 2 hissədən, sağ hissədə sağ qulaqcıq, sağ mədəcik, sol hissədə sol qulaqcıq, sol mədəcik. Deməli, sağ qulaqcıqdakı qan girir hara? Sağ mədəciyə. Sol qulaqcıqdakı qan girir sol mədəciyə. İndi sol mədəcik və sağ mədəcik yığılsa, içindəki qanı hara göndərir? Damarlara. Deməli, sağ mədəcikdəki qan yığılanda göndərir ağciyər arteriyalarına. Ağciyər arteriyaları vasitəsilə ağciyərlərə. Sol mədəcik yığılanda içindəki qanı bax bu aortaya vurur. Aorta da başqa kiçik arteriyalara şaxələnir və orqanları ötürür. Deməli, uşaqlar, ürəyin sağ qulaqcığında, sol qulaqcığında venoz qan olur. Venoz qan nədir? Karbon qazı çox olan qan. Ürəyin sol qulaqcığında, sol mədəciyində arterial qan olur. Arterial qanın tərkibində oksigen qazı çox olur. Deməli, sağ qulaqcığa bir yuxarı boş venadan, bir də aşağı boş venadan qan gəlir. Yəni, bədənimizdən toplayır, venoz qanı bura gətirir. Ancaq sol qulaqcığı isə ağciyərlərdən, bax, bu 2 dənə ağciyərdən gəlir, arxası ilə gəlib, indi bura girməyin görmürük. İkisi də o biri ağciyərdən gəlir, ağciyərdə oksigenlə zənginləşmiş qan gəlir sol qulaqcığa, sol qulaqcıqdan keçir sol mədəciyə. Deməli, sol qulaqcıq və sol mədəcik arasında, bax, burada görürsünüz, bax, burada da qapaq görürsünüz, bax, bu qapaqdır. Burada da qapaq. Bunlar taylı qapaqdır. Deməli, sol qulaqcıqla, sağ qulaqcıqla sağ mədəcik, sol qulaqcıqla sol mədəcik arasında taylı qapaq olur. Sonra baxın, uşaqlar, burada da qapaq görürsünüz. Bax, aypara kimi, yarım aypara kimi qapaqlar görürük. Bax, aypara kimi qapaqlar görürük. Deməli, sağ mədəcikdən, ağciyər arteriyasına keçən yerdə də, burada damarla mədəcik arasında da aypara qapaq var. Sol mədəciklə aorta arasında da qapaq var. Bəs bu qapaqlar nə işə yarayır? Baxın, uşaqlar, qulaqcıqlardakı qan mədəciyə girəndən sonra bu taylı qapaqlar bağlanır. Çünki mədəciklər yığılanda içindəki qana təkrar qulaqcığa qayıda bilər də. Qapı bağlandığı üçün taylı qapaqlar geriyə qayıda bilmir. Ona görə də vurur, hara göndərir qanı? Damarlara. Damara keçəndən sonra qayıdır, qapı tezdən bağlanır. Ona görə damarın içindəki qan təkrar ürəyin içinə qayıdıb neyniyə bilmir? Axa bilmir. Deməli, qapaqlar qanın yalnız bir istiqamətini təmin edir. Bəli. Bəli, deyə bilərsən. Mən deyim, vena damarlarının içərisində olan o cibə bənzər qapaqlar var idi. Onlar aypara qapaqlar da adlanır. Bəli, bəli. Onlar elə aypara qapaqlardır. Çox sağ olun. Sağ mədəcikdən sonra hara keçirlər? Sağ qulaqcığından hara keçir, sonra soldan hara keçir? Sağ mədəcikdən yox, sağ mədəcikdən ağciyər arteriyasına. Bəs hardan başlayıb? Bəs onu dedik də. Bax. Aşağı boş. Bildim də mənim ürəyə 4 dənə damar birləşir. Bax, sağ qulaqcıqdan qan keçir sağ qulaqcığa, sağ qulaqcıqdan sağ mədəciyə, sağ mədəcikdən, uşaqlar istəyirsiniz bunu yazın. Deməli, sağ qulaqcıqdan qan keçir sağ mədəciyə. Sağ mədəciyə. Və bu zaman, bax burada oxun üstünə yazıram T, T-Q. Burada hansı qapaq açılmalıdır? Taylı qapaq. Sağ mədəcikdən qan keçir ağciyər arteriyasına. Ağciyər arteriyasına. Bunun üzərinə yazıram. Aypara qapaq.
Baxın, burada yazıram. Gözləyin, lap aydın yazım. Baxın. Deməli, aşağı lap aydın yazıram. Aşağı boş vena, yuxarı boş vena. Deməli, aşağı və yuxarı boş venadakı qan aşağı və yuxarı boş vena. Müəllim, Hara keçəcək? müəllim, Baxın. ürəyə 4 dənə damar birləşir. Ürəyə 8 dənə damar birləşir. Hı. Deməli, və bunun da rəngin göy rəng göstərim uşaqlar. Qoy göy rəng göstərim ki, bilin ki, bu venoz qandır. Bax. Deməli, bu gəlir hara birləşir? Deməli, sağ qulaqçığa. Sağ qulaqcıqdan qan keçir sağ mədəciyə. Sağ mədəcikdən ağciyər arteriyasına keçir. Deməli, oxları göstərirəm. Və göy rəngdə göstərirəmsə, deməli, karbon qazı ilə zəngin qandır. Ancaq uşaqlar, sağ qulaqcıq və sağ mədəcik arasında hansı qapaqlar yerləşir? Taylı. Taylı qapaqlı. Taylı qapaqlı. Sağ mədəcik və ağciyər arteriyası arasında isə aypara qapaqlar yerləşir. Bu belə. Bax, bu içindəki qan venoz qandır. Sonra uşaqlar ağciyər arteriyasından qan ağciyərlərdə, yəni ağciyər kapilyarlarında. Bura yazıram ağciyər kapilyarı. Ağciyər kapilyarı. Deməli, ağciyər kapilyarına necə qan gələcək? Təbii ki, venoz qan. Karbon qazı ilə çox olan qan. Və bilirsiniz, kapilyar damarlar hansı damarlardır? Oksigenlə mübadilə edən damarlardır. Onu uşaqlar. İndi ağciyər kapilyarlarında qan arterial qana dönüşdükdən sonra hara keçəcək? Ağciyər venasına. Ağciyər venaları. Onda ağciyər venalarının içində artıq necə qandır? Arterial qan. Ağciyər venaları hansı orqana gəlir? Sol qulaqcıq. Sol qulaqcığa gəlir. Sonra sol qulaqcıqdan qan keçir. Sol mədəciyə. Sonda isə bədənə vurulur aorta ilə. Sol mədəciyə. Sol mədəcik qanı vurur aortaya. Aorta. Aortada daha kiçik arteriyalara, yəni bədənə deyək. Müəllim, o 8 dənə o damara birləşən damarlar hansıdır? Biri aşağı deyəcəm, darıxmayın. Burada da aşağı boş veniyada hardan gəlir uşaqlar? Bədəndən gəlir də. Hardan gəlir? Bədən. Bədəndən. Orqanizmdə. Bəli. Bu bədəndən qan nəyə çevrilir? Gözləyin, rəngini dəyişir. Bax, bədən kapilyarlarında, yəni burada da yazacağım, kapilyarlar. Hansı kapilyarlar? Yəni bədən kapilyarlarında. Bədən deyəndə bütün orqanlarımız, ağciyərdən başqa bütün orqanlarımız.
Yəni bədən deyəndə indi göstərəcəm burada bədən kapilyarlarını. İndi göstərək. Deməli, ağciyər venalarından sol qulaqçıq, sol qulaqçıqdan sol mədəciyə, sol mədəcikdən aortaya, aortadan bədənə, bədəndən, yəni ağciyər kapilyarlarına, ağciyər kapilyarlarında burada venoz qana dönüşür. Yəni, gəlir hara uşaqlar, belə deyək də, bədəndən bura. İndi baxaq, burada hansı qapaqlar olacaq? Sol qulaqçıqla Taylı. taylı qapaqlar. Taylı. Burada isə aypara qapaqlar olacaq. Aypara. Qapaqlar olacaq. İndi damarların sayına gəldikdə. Deməli, uşaqlar, aşağı boş vena, yuxarı boş vena 4 ədəddir, 2 ədəddir. Hərəsindən bir dənə olmaqla sağ qulaqcığa neçə damar birləşir? 2 ədəd. Bax, biri aşağı boş vena, biri yuxarı boş vena, onda sağ qulaqcığa neçə dənə damar birləşdi? 2 dənə. 2. Sağ mədəciyə neçə dənə damar birləşdi? 1 dənə. 1. Bir dənə ağciyər sağ mədəcikdən çıxan 1 ədəd. Ağciyər venaları uşaqlar 4 ədəddir. Onda ağciyər venaları 4 ədəddirsə, ürəyin sol qulaqcığından neçə damar birləşir? 8 dənə. Laf bax uşaqlar, gətirib bunun üstünə yazıram ki, biləsiniz ki, nə? 2 ədəd, qoy üstünə yazın. 1 dənə onda mən. Damar. Yəni, damar neyinir? Birləşir deməkdir də bu. 2 ədəd damar. 1 ədəd damar. Onda mənim 2 ədəd olacaq axıradakı son mədəcikdə olan. Ağciyər arteriya venaları da 4 ədəddir. Deməli, 4 ədəd damar nəyə birləşir? Sol mədəcikdə mən 1 damar. Sol mədəcik uşaqlar 1 ədəd. 1 damar. 1 ədəd aorta damarı birləşir də. O da 3 hissəyə ayrılır yuxarıda da. Hə. İndi onda ürəyin şöbələrinə cəmi neçə damar birləşdi? 8 damar. Baxın, 2, 1, belədir 3. 3-ün üstünə 4 gəldi, 7, 1 gəldi, elədi 8. Onda ürəyə neçə damar birləşir? 8 damar. 8 damar. 4, sağ qulaqcıq 2. Sol mədəcik və sağ mədəciyin hərəsindən isə bir damar çıxır. Baxın uşaqlar, birləşir demək başqa şeydir. Bax, birləşir deyəndə neçə deyəcək? 8. Çünki vena, üstəgəl arteriya hər ikisi birləşir. Amma ayrılır deyəndə, çıxır deyəndə, çıxır. Yəni, ürəkdən çıxmaq, ürəkdən getmək, gedir, çıxır deyəndə, burada ürəkdən 2 damar çıxır. Sadəcə 2 dənə arteriyalar. Sağdan, soldan. Gəlir demək, gəlir, daxil olur, ürəyə gəlir. 6 damar. Deməli, hansılardır? Buna ürəyə gələn damarlar da nədir? Vena. Ürəyə gələn damarlara vena deyilir, ürəkdən çıxan damarlara arteriya deyilir. Ürəyə gəlir deyəndə vena, ürəkdən çıxır deyəndə arteriya götürəcəksiniz. Bəli. Onda 2 ədəd damar sağ qulaqcıqdan sağ mədəciyə bağlanır, 1 ədəd damar sağ mədəcikdən ağciyər arteriyasına bağlanır. Bax, 2 ədəd damar bədəndən sağ qulaqcığa bağlanır. Sağ qulaqcıq sağ mədəciyə qapaqla bağlanır, damarla bağlanmır. Ali qapaqla. Sağ mədəcik ağciyərə, bəli, bir dənə damarla çıxır, uşaqlar, 2 dənə ağciyərimiz olduqdan sonradan 2 şaxıya ayrılır. Biri sağ ağciyər arteriyası, biri sol ağciyər arteriyasına şaxələnir. Burada müəllim birləşir 4 dənədir. Əvvəllər düşünürdüm ki, aşağı ilə aşağı və yuxarı boş venadır. Biri ağciyər arteriyasıdır, biri ağciyər venasıdır, bir də ən böyük aorta. Hə, yox. Deməli, indi bildin ki, ağciyər venası bir dənə deyil, neçə dənədir? 4. 4 dənə.
İndi şəklinə də baxsaq görəcəksiniz. İndi gəlin şəklində tapaq bu damarları. Gəlin şəklində tapmağa çalışaq. Deməli uşaqlar, aşağı boş, indi burada aşağı boş venanı göstərməyib. O biri dərslikdə yəqin göstərəcək. Gözlə burada tapaq. Baxın. Bax, bu nədir? Bu yuxarı boş vena. Bu aşağı boş vena. Görürsünüz, sağ qulaqcığı 2 damar tapdıq. İndi bu sol qulaqcıq. Sol qulaqcıq, bax, ikisi biri ağciyərdən gəlir. Bizim 2 də ağciyərimiz var. Bax, ikisi də buradan. Bu gələn dalı ilə gəlib də siz onu görmürsünüz. Gəlir nəyə birləşir bura? Deməli, buna 4 dənəsi birləşdi. Sağ mədəcikdən bax, bir dənə bu damar çıxır. Ağciyər arteriyası. Sol mədəcikdən isə bax, bir dənə bu aorta çıxır. Aydındır. Ürəyə birləşən damarlar. Mən aşağıda yazdım mən orqanlara. Bax, buradan aortadır da. Aorta hara aparır qanı? Orqanlara da. Görsən, ürəkdən çıxır, orqanlara aparır da. Bədənə dedik də. Biz onu orqanlar demədik, bədən. Bədənə deyilən orqanlara. Necə? Bir də göstərə bilərəm şəkli təz. Üzərində damarların adını. Necə birləşdiyini təkrardan görə bilmədim. Yaxşı, deyirəm. Deməli, bax, bu sağ qulaqcıqdır. Sağ qulaqcığa yuxarı boş vena, bir də aşağı boş vena birləşir. Neçə dənə damar birləşdi? 2 dənə. Sol qulaqcığı isə 4 dənə damar birləşir. 1, 2, 3, 4. Ağciyər venaları. Neçə dənə oldu? 4 dənə oldu. Sağ mədəciyə ağciyər nəyə birləşir? Arteriyası bir dənə. Sol mədəciyə isə birləşir bir dənə aorta. Aydındır. 6 dənə vena, 2 dənə arteriya damarı birləşir. Sağ qulaqcığa 2 vena, sol qulaqcığa 4 vena, soldan sağdan isə bir dənə hərəsindən arteriya çıxır. Aydındır. Bəli, müəllim. Yaxşı. Yaxşı. İndi gələk, burada ürək siklində bilirsiniz uşaqlar. Birinci qulaqcıqlar yığılır. Qulaqcıqların içindəki qan keçir mədəciklərə. Ondan sonra mədəciklər yığılır. Mədəciklər yığılanda içindəki qanı qovur hara? Arteriyalara. Yəni, ən böyük arteriya acır. Eyni anda uşaqlar, qulaqcıqlarla mədəciklər eyni anda yığılır. Yəni, eyni anda qulaqcıqlar yığılır. Qulaqcıqlar yığılıb qutarandan sonra eyni anda mədəciklər. Daha sağ qulaqcıq birinci, sol qulaqcıq sonra yığılmır. Yəni, qulaqcıqlar ikisi bir yığılır, mədəciklər də ondan sonra ikisi bir yığılır. Aydındır. Bəli. Yaxşı. Deməli, bir də qan dövranı ilə bağlı kimdə problem qaldı? Bəli. Çox sağ olun. Başa Çox sağ olun. düşmüşdüm. Başa düşmüşdüm. Lap yaxşı. Əsas odur, başa düşün. Uşaqlar, ümumiyyətcə, dərslərin hamısını təkrarlayın birinci mərhələdən, ikinci mərhələdən öncə. Hər dəfə kim nəyi başa düşmüşsə, desin, mən onu izah eləyəcəm. Yaxşı? Yaxşı, mən. Bir də uşaqlar, qrupunuz var. Suallar atın, sualları bir də görürsünüz, müzakirə eləyin. Yəni, bir-birinizi inkişaf elətdirin. Yaxşı, müəllimə. Yəni, sual atın, müzakirə eləyin. Bir-birinizdən fikir mübadiləsi. Fikrin. Həm də bu illəri, məsələn, siz təbiətdən gedirsiniz. Məsələn, gələn illəri biologiyadan gedə bilərsiniz. Ona görə imtahan bitdikdən sonra belə bu qrup bağlanmayacaq da. Yəni, qrup qalacaq. Növbəti illərdə də ümumi birgə hazırlaşmağınız olsa bir-birinizə dəstək ola biləsiniz deyə. Aydındır. Yaxşı uşaqlar. Oldu. Sağlıqla qalın. Növbəti dərsimizdə görüşürüz. Sağ olun. Sağ olun, müəllimə. Sağ olun.